Herkese salam. YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Həftənin bazar günündən vloq açmışam sizin üçün. Yerləri falan yığmışam. Səhər artıq oyanmışıq. Yeməyimizi də yemişik. Yerləri falan hamısını yığmışdım, səliqəyə salmışdım, amma uşaqlar oturublar üstündə təkrar uzanıblar. Baxıram ki, yenə də dağılıbdı yerlərimiz. Biraz pəncərələri açdım, evlərin havasını dəyişdim. Buranın da pəncərəsini açmışdım. Daha doğrusu pərdəsini açmışdım. Pəncərə çünki açılmır. Hava günəşlidir, isti də var, amma yaxşıdır ki, külək də var. Heç olmaya deyirəm, may ayı sərin keçdi. İnşallah ki, iyun ayı da sərin keçər. İyulu bir təri yola verərik. Avqust ayında da onsuz da məzuniyyətə çıxıram. İnşallah avqustun 13-ü, əstəğfurullah, sözləri çaşdırıram eləcə. O 13-ü yox, 3-ü. İnşallah ki, avqustun yəni əvvəlində artıq məzuniyyətə çıxacağam. Uşaqların da otağı belədir də. Nə qədər yığışdırırsan yığışdır, xeyri yoxdur. Ancaq açmışdım, havasını dəyişmişəm. Bilmirəm qızlar, mən nəsə üşütmə var bədənimdə. Dünən məsəl üçün qısa qol kofta falan geyinmişdim, evdə üşümürdüm, amma bugün bir qəribə formada üşüyürəm, ona görə pəncərəni bağladım. Nəsə Mehrin də biraz baxıram ki, elə bil narahatdır. Axşamı da biraz narahat yatdı. Dedim ki, uşaqların da otağını onsuz da yığışdırmaqla deyil, eləcə dağılır. Yəni Mehrin ümumiyyətlə çox dağıdır. Burada çox əl işi ilə falan məşğuldur. Bu arada qızlar, o günləri Mehrini imtahandan çıxardandan sonra apardım gəzməyə falan. Yəqin ki, vloqdan görmüsünüz. Mehrin imtahanı yaxşı vermişdi deyə mənə başda xərcə salmışdı. Deməli, bu 24 rəngli flomasterə, amma 2 üzlüdür də. Yuxarı hissəsi də yazır, aşağı hissəsi də yazır. 10 manat pul verib aldırıb bunu mənə. Ha, dedim ki, Mehrin başqalarından götür, məktəbə gedəndə bundan alaram. Dedi, yox, bundan qəşəng çəkir. Qonşu da görmüşdü. Həqiqətən də uşaq haqlıymış, çox keyfiyyətli flomasterlərdir. Belə rəngləri falan da yaxşıdır. Qəşəng rənglər var. Demək olar ki, çeşid və çeşiddir və çox belə daha çox olanı da var. 36 dənəlisi, 48 dənəlisi bu formada olanları da var. Mehrin stolu yenə dağılıbdı. Özü üçün ancaq çəkir, yazır, pozur. Açığı mən də istəyirəm. Sonra belə məsəl üçün özündən dəftərlər düzəldir. Bilmirəm, yəni bu dəftərlər nəyə xidmət edir, amma düzəltməklə məşğuldur. Aya bəlkə mən 7-8 dənə kley alıram. Yəni çox istifadə eləyir də. Bayaq da meyvə yemişdilər. Bağımızın gilası biraz belə gətiribdi. Düzdür, tam yetişməyib, amma mübarlıq kimi yemək olar. Ondan dərib gətirmişdim. Uşaqlar yemişdilər. Belə, bugün uşaqların otağında bəzi işlərim var qızlar. O işlər ki, paltarlarını götürmək istəyirəm. Düzdür, keçən vlogda da demişdim, alış-veriş eləməliyik, yay paltarları almalıyıq uşaqlara. Hələ ki alış-verişimizi etməmişik, amma düşünürəm ki, artıq qalın paltarları götürmək vaxtı gəlib çatıbdı. Ən çox da Uğurunkular. Uğurun bu il ev dərsləri hədsiz çox oldu. Burada təmiz qarışıb bir-birinə. Ev dərsləri çox oldu. Bir də belə, yəni qalın tipdə olanları almışdım deyə. Yəni parça qalındı deyə qatlayırsan, yenə də çox böyük yer tutur. Baxın, yəni ki, çox böyük yer tutur. Artıq bunları götürmək istəyirəm, amma götürüb başqa yerə keçirmək istəmirəm. İstəyirəm ki, yəni başqa belə kloka yığıb götürmək istəmirəm də. İstəyirəm bura yığım. Hələlik. Burada məsəl üçün bəzi yay şeyləri var. Onları qaldırım yuxarı. Yuxarıda olan qış paltarlarında endirim aşağı, belə fikirləşirəm. Əslində dolabın yuxarı hissələrində də boşluq var. Yəni sitkalara yığıb orada qoya bilərəm. Hətta məsəl üçün bu hissələrdə də boşluqlar var. Yəni buralara da yığmaq olar. Burada yox, bunun yəni bu alt hissəsində də qoymaq olar. Yəni yuxarıda paltarlar asmışam, amma alt hissəsinə qoymaq olar. Amma hələ ki fikrim sirməyə yerləşdirməkdir. Məsəl üçün qalın corabları falan, onları da götürəcəm. Amma hələ seçib vermək fikrim yoxdur qızlar. Fikrim belədir ki, hələ ki ayrım, yay və qışı ayrım. İnşallah üzü payıza doğru gedəndə, artıq qalın paltarlara keçəndə, onda məsəl üçün baxaram, hansı sportivnisi, hansı paltarı əyninə olmazsa, onu da verərəm. İndi hələ ki saxlamaq istəyirəm və düşünürəm ki, bundan çoxsu hələ ki gələn ildə, gələn dediyim, yəni 26-nın payız sezonunda da olası paltarlardır. Mehrininkilərə gəlincə isə, Mehrinin də bilirsiniz ki, hissəsi bu hissədir. Mehrinin yay paltarı demək olar ki, sıfırdır, yoxdur. Ona görə Mehrinin paltarlarını hələ dəymək istəmirəm. Amma indi keçim Uğurun paltarlarını yavaş-yavaş ayırım. Qızlar, artıq siyirmə hazırdır. Çox vaxtımı almadı. Elə yuxarıdan götürdüm, biraz səliqə ilə qatlayıb buraya yığdım hamısını. Yəni bunlar hamısı Uğurun qış paltarlarıdır. Artıq bu siyirmə yəqin ki, qışa qədər açılmayacaq inşallah. Yuxarını da göstərim sizə. Yuxarıda da hələ ki bunlardır. Yəni keçəndən qalan paltarlarıdır Uğurun. Onları da yığdım bura. Yəni demək olar ki, işim bitdi də. Amma Mehrin paltarları, qızlar, bayaq Uğurun paltarlarını yığarkən fikirləşirəm ki, onun paltarlarından artıq atılanlar çoxdur. Hətta yəni elə vəziyyətdədirlər ki, yəni kiməsə verməyə belə dəyməz də. Ona görə Mehrinin paltarlarını seçib deyirəm ki, artıq atacağam. Biraz yüngül
belə yaxşı qalanlar falan var. Onları hələ ki yəqin ki saxlayaram. Burada qarışıq bir-birinə Uğurun corabları falan qoyduğum dolabıdır. Sonra burada belə qalın papışları, corabları var. Onların hamısını ayırıb artıq yığmaq istəyirəm. Bu yalnız belə balaca yarım boğaz olanlar var ya, onları saxlayacağam. Bir də burada maykaları da, alt paltarları falandır. Bunların da hamısını səliqəyə salım, daha sonra keçərəm Mehrininkiləri hazırlamağa. Bu dolabına da hələ ki geyinmədiyi təzə bir ayaqqabısı var. Onu qoymuşam qıza. Çox belə qəşəng bir ayaqqabı almışam Uğura. Bu ayaqqabının hekayəsi belə oldu ki, iş yoldaşım Almaniyaya getmişdi yayda. Oradan öz oğlunu alıb gətirmişdi. 35 nömrədir. Yəni ölçüdür və polonundur. Firma olaraq polonundur. Deməli alıb gətirib oğlunun ayaq nömrəsi yəni 35-dir. Düşünüb ki olacaq, amma oğluna gətirəndən sonra görüb ki yox. Yəni ki belə deyək də bu Malamerkadır deyirlər. Ölçü elə ki biraz balacadır da 35 də olsa amma balacadır. Mən də dedim ki elə mən götürüm Uğur üçün. Götürdüm amma Uğura da böyük oldu. Hələ ki böyükdür, amma əslində Uğur da 35 geyinir ha. Yəni ki çox qəribədir bu ölçülər, çox qəribə şəkildə uyğun gəlməyə bilər, düzgün olmaya bilər. Bəzən inansız, yəni ki övladımdır, yəni bütün günü gözümün qarşısındadır da, amma bəzən olur ki paltar alıram, ayaqqabı alıram, nə Mehrinə, nə Uğura uyğun olmur da, məcbur oluram dəyişdirirəm və yaxud da ki məcbur şəkildə özlərini mütləq şəkildə yəni aparmalı oluram. Qiyməti də hətta burada görürsüz 24.99 evro yazılıbdır. Bizim puldan hardasa 50 manat eləyirdi. Elə mən də 50 manat verdim, götürdüm, dedim eyb yoxdur, nə vaxt ayağına olar, onda da geyinər. Burada təzə corablarını falan qoymuşam. Sonra rəqsə gedəndə geyindiyi çeşkidir. Bunu atmıram. Düzdür, Uğura yəni indən belə olası deyil, amma fikrimdə var ki, o Mehrini rəqsə qoyum, yəni istifadə etmək olar. Bunları da bura yığdım. İndi dediyim kimi keçim hələ ki buranı eləməmişəm. Keçim buranı da eləyim. Qalın corabları götürüb elə bu qalın paltarların yanına qoyacağam yəqin ki. Keçim buraları təmizləyim. Buranı da səliqəyə saldım qızlar. Ayırdım biraz burada da bəzi şeyləri, nə mənada. Bunlar məsəl üçün çölə bacıya, məktəbə falan geyindirdiyim corablarıdır. Bir neçəsi yenə var idi, amma artıq onların uc hissələri süzülmüşdü, eləmişdi. Onları ayırdım, yəni atacağım getsin. Bunlar hamısı bir yerdə belə dəstə almışdım. SVK-dən almışdım. Deməli neçə dənə idi? 1, 2, 3, 4, 5, 6, 7 dənə idi. Biri də yuyulmaqdadır hazırda. Yəni belə təzə corabları da var. Oğlana uyğun olaraq rəngləri. Yəni artıq yəni Uğur şeylər istəmir. Bilmirəm sizin oğlan uşaqlarınız da 5-ci sinif oğlan uşaqlarınız da belədir. 5 də deyirlər də artıq demək olar ki 6-dırlar. Yəni belə personajlı falan şeylər istəmir. Yəni saya düz rəng olsun, bir rəng olsun, belə şeylər istəyir. Bunlar isə ev corablarıdır, nazik ev corablarıdır. Bunları belə ayırdım, kənara qoydum. İndi özünü də çağırıb başa salacağam ki, nəyi hardadır. Çünki uşaq da istər-istəməz qarışdıra bilir. Amma bunları demişəm ki, mütləq yadında saxla. Bunlar sənin həyat baca, çöl baca belə deyim, corablarındır. Belə buranı da səliqəyə saldım. Sadəcə olaraq yuxarı hissələrdə bilmirəm, dəyişiklik eləyim yoxsa eləməyim. Çünki onsuz da yəni hələ ki alış-veriş etməmişik. Yəni çöl paltarları da hələ almamışam deyə fikirləşirəm ki, bura dəyməyim. Burada da fikrim nədir? Elə bil istəyirəm məsəl üçün yay paltarlarını bu hissəyə yığım, qış paltarlarını da bu hissəyə yığım. Payızlıq kurtkalardır falandır, onların hamısını bu hissəyə yığaram. Yəni buranı da bir də qalar, qışda açarıq. Burada olar yay üçün dolabı, paltar dolabı. İndi keçdim Mehrininkinə qızlar. Açığı bir-iki dəfə örtdüm, açdım, örtdüm, bilmədim yəni davam eləyim işimə yoxsa yox. Çünki dediyim kimi Mehrinin heç bura qoyacaq hər hansısa bir yay paltarı hələ ki yoxdur. Amma məsəl üçün sıradan çıxan paltarları var. Sadəcə olaraq istəyirəm hələ ki saxlayım. Bronzsuz da belə yəni Uğurunkinə baxmış səliqəlidir. Uğurunkilar çox batmışdı. Çox səliqəsiz formadaydı. Mehrinin paltarlarına baxıram. Məsəl üçün hələ ki gələn sezona çıxacaq bəzi paltarları var. Düzdür, məsəl üçün bir dəsti var ki, o çox pis vəziyyətdədir. Bu məsəl üçün balacadır. Yaxşı vəziyyətdə qalıb, amma balacadır. Böyük ehtimal ki, bunu ayırıb qoyaram, kiməsə verərəm. Onsuz da ayaqqabı falan ayırmışam. Onların hamısı inşallah ki ehtiyacı olan bir adama gedəcək. Mehrin paltarlarından yəni seçib verə bilərəm. Məsəl üçün burada belə bir dəsti var. Ad günündə nənəsi almışdı. O yaxşı vəziyyətdədir, qalır. Bir dənə yay üçün belə bir donu var Mehrinin. O da biraz belə çox qısalıb. Amma ki belə hava isti olanda falan geyindirirəm. Sonra pijamasıdır falandır. Bu məsəl üçün atlasıdır dediyim kimi. Orada da gimnastika paltarlardır. Ona görə Mehrinkinə hələ ki dəymirəm. Qoy belə qalsın. Alış-verişini eləyəndən sonra inşallah onun da yuxarı dolablarını da ayıracağam. Keçən səfər aşağıda bu dolablarını falan hamısını səliqəyə salmışdım. Hamısı Uğurun atlası corablarıdır. Bunları artıq çıxardıram dolabdan. Uşaqların yaz masallarının arasına belə bir klok qoymuşam qızlar. Vaxt zaman gələndə çox belə şey köhnələndə dəyişirəm. Yəni zibil kloku kimi də. Bir düşündüm ki, nəsə vedrə kimi bir şey alım, zibil qutusu alım. Amma düşündüm ki, ən yaxşı qalanı budur. Bu formada görsənir, səliqəli. Düşünürəm ki, belə daha yaxşıdır. Mehri yenə də kəsib doğrayıb, töküb yerə. Belə, burada biraz işlərim vardı, onları gördüm.
İndi keçim görüm başqa nə iş tapa bilirəm. Bu corab da mənim təzə corabımdır. Bilmirəm nətər olubsa bunu qarışdırıb uğurun paltarların içinə qoymuşam. İndi bunu yerləşdirəcəm. Belə gəldim, ümumi belə dolabları falan açdım qızlar. Bir iş tapa bilmədim görməyə. Dünənki günü evləri yığışdırmışdım. Yəni toz oranladım, tozunu aldım mebellərin. Silmə işini isə həvalə elədim toz orana, robot toz orana. O da sildi. Yəni elə bir işim yoxdur. Dolablardakı demək olar ki, mart ayından bəri təmizləmişəm. Düzdür, yəni onun üstündən bir dəfə də təmizləmişəm. Yəni o formada qalmayıb, amma səliqəsinə xüsusi diqqət eləyirəm. Yəni nəyi götürürəmsə yerinə qoymağa çalışıram. Yəni bir müddət var idi ki, hər şey mənim nəzarətimdən çıxmışdı da qızlar. Demək olar ki, yəni əşyalar belə nətər deyim, konkret olaraq yerlərini oynamışdılar. Lazım olmayanlar bir digərlərinin yerinə keçmişdilər. O da bilmirəm niyə məndə elə olmuşdu. Mən çox vaxt elə pərakəndəliyə yol vermirəm, amma mart ayında evləri yığışdırdım və ondan sonra özümə söz verdim ki, yox. Yəni iki əlin qanında da olsa, nə də olsa, mütləq şəkildə götürdüyünü yerinə qoymalısan Aysel. Çünki elə eləyəndə ev səliqəli qalır, səhmanda qalır. Məsələn, dolablarımın hamısı qaydasındadır. Ən çox belə deyim, dağılan hissə uşaqların hissəsi olur. Biraz pərdəni açım. Otağa işıq keçsin. Bu pərdələr çox əladır qızlar. Yatmağa əməli başda kömək eləyir də, xüsusən də o yayın cırcıramasında belə isti günəş ki vurur. Bax həmin vaxtı bağlayırsınız. Yəni mükəmməldir. Otaq sərin qalır. Hələ qaranlığı bir qırağa. Otaq sərin qalır. Çünki niyə? Digər günlüklərə baxmış, bu günlüklər biraz qalındır. Əgər kimsə tikdirmək istəsə, ürək rahatlığı ilə tikdirsin. Keyfiyyətlidir, qalındır. Bilirsiniz ki, bir çox otellərdə də otaqlarda zaten bu günlüklərdən olur. Amma belə otağı tam qaranlıq eləyir deyə gündüz vaxtı çox vaxt açıram. Onsuz da gündüz vaxtı mən evi görmürəm də, ancaq altı bazardan altı bazara görürəm. Hə qızlar, onu deyirdim. Biraz ora baxdım, bura baxdım, iş axtardım ki, bəlkə biraz iş görüm. Dünən təmizlik eləyəndə çəkiliş etməmişdim. Amma bir şey tapa bilmədim. Düşünürəm ki, onda biraz oturum, kitabımdan oxuyum. Dünən paltarlar sərmişdim, onlara da baxdım. Hələ ki tam qurumayıblar. İstədim onları yığım. Hələ ki tam qurumayıblar. Biraz kitab oxuyum, başım qatılsın. Sonra da baxarıq. Qızlar, gördüm görməyə iş yoxdur. Biraz kitab oxudum. Sonra da gördüm ki, artıq günorta yeməyinin vaxtıdır. Kartuşka qızardacağam. İndi deyəcəksiniz ki, bundan öncəki vloqda da Aysel kartuşka qızartmışdı, amma qonaqlarımız var. Qonaq da deyəndə qonaq deyirlər. Eltimgil bizdədirlər, uşaqlar bizdədirlər. Günortanı deyirik kartuşka qızartması ilə yola verək. Axşama isə çolpa çıxartmışam, çolpa bişirəcəm. Bu arada qazın üstünə fikir verməyin qızlar. Təmizləyəcəkdim, amma düşündüm ki, yəni qızartma eləyəcəm. Qoy qızartmanı eləyim, qutarım, daha sonra təmizləyəcəm. Kartuşkanı qızardıram qızlar. Mən bilmirəm siz necə eləyirsiniz, amma mən kartuşkaya sarı kök də vururam. Biraz elə bir ki, rəngini qızılıya çalır. Daha qəşəng görsənir. O burada pişsin. Dünəndən qalma aşım var idi. Düzdür, biraz belə bir-birinə yapışdılar. Türklər deyir, lapa kimi oldular. Dəndən olmadı, amma qəşəng çıxmışdı. Onu da qoydum isinsin. Uşaqlar kartuşka yeyərlər. Kartuşkanı da çox yeyirlər. Kartuşkanın uşaqları nəzərdə tutmuşam. Aşdan biraz yeyərik. Bir də burada borşumuz var. Onu da qoydum isinməyə. Günorta yeməyimizi yeyək, daha sonra keçəcəm axşam yeməyi hazırlığına. Günorta yeməyimizi yedik qızlar. Günortadan sonra nəsə Mehrinin qızdırması qalxdı. İndi bayaqlarımı ölçdüm. 38 qızdırması var. Dünənlərin marujna yemişdim. Mənə elə gəlir ki, axırıncı səfər müayinələrdə də həkim demişdi ki, boğazında artıq ət var, yəni angina deyirlər ondan. Sonra mən onu həkimə apara bilmədim. Başımız qarışdı ilə hazırlığı, məktəbi falan. Getmədik. İndi baxıram ki, dünən marujna yedim. Məsəl üçün bugün artıq qızdırması qalxıbdı. Dərmanı var idi, çıxardıb qoymuşam. İndi o biraz şey olsun, otaq temperaturuna gəlsin. Ona dərman verəcəm. Çay isitdim. İndi biraz keçsin, çay da verərəm. Nəsə keyfim qaçdı. Yaxşı həvəslə günə başlamışdıq. Keyfim təmiz qaçdı. İnşallah ki, üstələməz. Yəni burnu falan axmır. Boğazında məsəl üçün soruşuram, deyir ağrı yoxdur, baxıram, qızartı da yoxdur, çox qəribədir. Amma qızdırması var. Yəni mən ona bağlayıram ki, yəni bundan ola bilər. Nəysə mən də bir stəkan çay içim. O da çıxdı çölə, uşaqlar çöldədilər. Həmsi uşaqlar çöldədir, o da çölə çıxmaq istədi. Bir də bu arada qızlar biz bacımgildən belə bir lövhə gətirmişik. Mehrin imtahana hazırlaşan vaxtda lövhədən istifadə eləyirdi. Maraqla yanaşırdı, xoşu gəlir, şəkil falan da çəkir üstündə. İndi onu da arada aparıb bacımgilə qaytarasıyam. Nəysə belə qızlar, burada da stolları qaldırmışam yuxarı. Aşağı otaqları sağ olsun baldızım belə ümumi təmizliyini elədi. Xalçanı məsəl üçün böyük tozorandan tozoranlayıb, daha sonra mebellərin falan tozunu alıbdı. Mən bir dənə yuxarıdan robot tostoranı gətirib bura qoşacağam. Digər otaqları yığışdırıb, bir dənə bura qalıbdı. Onu da bura qoşacağam. Burada təmizlənsin. Bu həftəlik demək olar ki, təmizlik işimizi artıq bitirmişik. Ona yəni ətlər, zətlər var idi. Amma yalan şeydir.
Yəni dişi güya ki çürümüş var idi. Sonra plastilinlə düzəltmək üçün meyvələr, bir də şey var idi. Ağzı idi, başı idi. Yəni orada sonra dişi var idi, açırdıq. Orada mən güya ki götürürdüm dişləri çürür. İndi o oyuncağa görə sən stomatoloq olmaq istəyirsən? Elə bilmirəm nə tər eləyəcəm, amma birazını bilirəm. Hə. Biraz bilirsən, hə, necə stomatoloq olmaq lazımdır. Universitetə girmək lazımdır da, Mihişim. Oradan sonra bufeti tarafta oradan sonra istediğim yani şey həkim olacağım yani. İnşallah. İnirsiniz. Şəkil çəkirsiniz. Ne şəkil çəkirsən Rüzgar? Bilmiyorum. Hələ bilmirsən, fikrin qəti deyil. Ben başkasını düzelteceğim. Bir de basayım düzelteceğim. Hə, düzəldin. Çəkin. Flamasterlər xoşuna gəldi Rüzgar? Bibi sənə də alar ondan. Məktəbə gedəndə alaram. Onu apararsan. Nə çəkirsən belə? Tutamsın. Birinci sinifə getməyəsən? Birinci sınıfa geleceğim ya. İndi 0-cı sinifə gedirsən. 0-cını qurtardın. Birinci sınıfa 90 gün var. Hə, düz deyirsən, 90 gün var.